Dikkat, dikkat. 5'te 5 başladı. Bəli, Xəzər televiziyasında 5'te 5 başlayıb və değerli həmkarlarım artıq start verdilər. 5'te 5 başlayıbsa diqqətimiz 5'te 5'te olmalıdır. Ben bir neçə gün öncə Xəzər televiziyasında oldum. Azər Lotereyanın təşkil etdiyi lotereya oyunlarının keçirildiyi studiyada oldum. O prosedurları izlədim. Beynəlxalq Lotereya Assosiasiyasının tələb etdiyi, qoyduğu normalara yüksək səviyyədə əməl olunur. Yəni şəffaflıq yüksək səviyyədə və mən də düşündüm ki 5'te 5 alım, mən də öz şansımı sınayım. Aprel ayında təkcə bir ay ərzində, aprel ayı ərzində 3 nəfər 5'te 5 vasitəsilə jackpot tutdu. 50.000 manat tutdu. Biri məsələn Ələddin Xancanov 50.000 manat kazandı. Digərləri də 50.000 manat kazandılar. Mən də düşündüm ki öz şansımı sınayım. Bəlkə mən də 50.000 manat kazandım. Və diqqətlərimiz hər gün Xəzər televiziyasında 19:45'də 5'te 5'ə yönəlsin. Aha, başladı. Bütün bu prosedurları mən Xəzər televiziyasında olanda həmin bu studiyanı, bu prosedurların hər birini izlədim, lentə aldım və sizlərə də təqdim elədim. Artıq şarlar belə deyək dövr eləyir. Bəxtimizi sınayırıq. Siz də bəxtinizi, şansınızı sınaya bilərsiniz.